Salam dostlar, xoş gördük. Bugün sizə Dahao'nun DeWalt Pro kabeli versiyasını təqdim edəcəm. Onu da qeyd edim ki, videomuzu Dahao'nun Azərbaycandakı eksklüziv distribütoru olan Avisekin təqdimatında izləyirsiniz. Bu model 7, 11 və 22 kW güc variantlarında təqdim olunur və həm fərdi, həm də kommersiya məkanları üçün mükəmməl həldir. Type-2 çıxışlı 5 metrlik kabel sayəsində DeWalt Pro əksər elektrik avtomobilləri ilə tam uyğun işləyir. Cihaz 3 fərqli şarj rejimini dəstəkləyir. Plug and Play, sadəcə qoş və şarj et. RFID kartla nəzarət və ya mobil tətbiq vasitəsilə uzaqdan idarə etmə. Bütün bu üsullar sadə, təhlükəsiz və intuitiv istifadə təcrübəsi yaradır. İnteqrasiya olunmuş 4.3 düymlü LCD ekran və işıqlı göstəricilər şarj prosesini real vaxtda izləməyə imkan verir. Daxili MID sertifikatlı enerji sayğacı şarj olunan enerjini dəqiq ölçür və hesabatlılıq təmin edir. O SPP 1.6 və Modbus TCP protokollarını dəstəkləyən cihaz bulud əsaslı sistemlərlə inteqrasiya olunaraq şarj prosesinə tam nəzarət imkanı yaradır. İstifadəçi DeWalt Cloud platforması vasitəsilə cihazı izləyə, enerji statistikalarına baxa və yeniləmələri uzaqdan quraşdıra bilər. Ağıllı enerji balanslaşdırma funksiyası sayəsində bir neçə şarj nöqtəsi eyni anda işlədikdə cərəyan avtomatik paylanır. Bu, həm ev istifadəsində, həm də ticarət məkanlarında enerji sabitliyini qoruyur. Təhlükəsizlik baxımından DeWalt Pro fərqlənir. 30 mA tipey və DC 6 mA sızma qoruması, pen qoruması, həddindən artıq cərəyan, gərginlik dalgalanması, qısa qapanma və temperatur artımına qarşı çoxsəviyyəli müdafiə sistemi ilə təchiz olunub. IP66 toz və su keçirməzlik, İK10 zərbə dayanıqlığı standartları və -30 dərəcədən -50 dərəcəyə qədər sabit işləmə qabiliyyəti ilə bu qurğu hər şəraitdə etibarlıdır. Bu model yalnız bir şarj cihazı deyil, enerji idarə etməsində ağıllı texnologiyanın təcəssümüdür. Enerjiyə nəzarəti ələ alın, gələcəyi bugündən formalaşdırın. Bax belə dostlar, bugün sizə Dahao'nun DeWalt Pro kabel versiyasını təqdim etdim. Onu da qeyd edim ki, videomuzu Dahao'nun Azərbaycandakı eksklüziv distribütoru olan Avisekin təqdimatında izlədiniz. Növbəti videolarda görüşərik.